Bismillah. Əgər sizə sual olunsa ki, ahirətdə Allah bu qədər dinlərdən hansını qəbul edəcək? Bu sualın cavabı bir dənədir. Ahirətdə Allah buyurur ki, İslamdan başqa heç bir din, heç bir yol qəbul olunmaz. Bütün peyğəmbərlər hamı bir xətt üzrə gəlib, hamı la ilahə illallah kəlməsini çatdırmaya gəlib, hamı gəlib qorxutmaq və müjdə vermək üçün. Buna Allah İsra surəsində işarə vurur. Axırda da Allah və peyğəmbərləri qalib gələr. Çünki Tövbə surəsinin 32-ci ayəsində Allah buyurur ki, kafirlər istəsələr də, istəməsələr də Allah öz nurunu yer üzündə tamamlayacaq. Yer üzün əməli salih insanlar idarə edəcək. Və buna Nur surəsinin 55-ci ayəsində də işarət var.